Salam uşaqlar. Bugünkü bölməmiz məhsul növüdür. Baxaq birinci testdən. Deməli, birinci testə baxın. Birinci testdə baxaq. Məlumda we elect the president for a term of 5 years cümləsində həvəz yoxdur. Yəni, biz onu məhsula çevirərkən həvəzdən istifadə edə bilmərik. Birinci halda A variantımız səhvdir. B variantında görürsünüz was elected. Burada bəli, məhsulun düsturu var. Məsələn, E-də də is elected məhsulun düsturu var. Amma C ilə D-də məhsulun düsturu yoxdur. Birində B variantında keçmiş zamanda was elected məhsulun düsturudur. Y variantında isə is elected indiki zamanda olan məhsulun düsturudur. Bu zaman verilmiş cümlənin feilinə baxaq. Bu feil, bax, elect indiki zamandadır. Amma was hansı zamandadır? Keçmiş zamanda. Ona görə B səhvdir, cavab qalır E variantı. Bir daha baxaq ikinci suala. Baxın, burada B variantında ikinci sualda məhsulun düsturu yoxdur. Məlum FU picture ilə başlayır. Məhsul həmin sözlə başlaya bilməz. Baxın, decorated bəzəmək feilimiz indiki zamandadır. Was isə hansı zamandadır? Keçmiş zamanda. Deməli, burada E də səhvdir. Cavab qalır B variantı. Baxaq, üçüncü sualda. Üçüncü sualda yenə də A variantında məhsulun düsturu yoxdur. B variantında məlumda həv yoxdur ki, biz onu məhsul olaraq çevirəndə həvbindən, həzbindən istifadə edək. Həmçinin C variantında həzin də bini yoxdur. Yenə də bir daha deyirəm, məlumda həvəz olmadığına görə biz həvəzlə götürə bilmərik. E də səhvdir. İndi baxırıq, B variantında I used məhsulun düsturudur. Bir də were used məhsulun düsturudur. Sadəcə olaraq use istifadə etmək feilimiz indiki zamanda olduğuna görə biz məhsul olaraq onu indiki zamanda götürməliyik. Yəni ona görə D variantında was üstəgəl P2 keçmiş zamanda olan məhsulun düsturudur. Ona görə burada cavab qalır, yəni B variantı. Baxaq inşallah, deməli dördüncü suala. Dördüncü sualda baxaq. Və burada görürük expected. Expected hansı zamandadır? Keçmiş zaman. Keçmiş zamanda məhsulun düsturu necə olur? Was üstəgəl P2. Bax, burada A-da əmizə was-dən sonra bin gələ bilməz. Məlumda həvəz yoxdur, həvəz götürə bilmərik. Məlumumuz keçmiş zamandadır, A indiki zamanda. Məlum görürsünüz, the company ilə başlayır. Məhsul həmin sözlə başlaya bilməz. Yəni, burada cavab qalır D variantı. Baxaq 5-ci suala. 5-ci sualda da məlum görürük Alisiya ilə başlayır. Məlumu məhsula çevirərkən feildən sonraki hissəsi gəlməlidir cümlənin əvvəlinə. Bax, roadda keçmiş zamanda, is indiki zamanda. Məlumda həvəz yoxdur, həvəz götürə bilmərik. D-də ümumiyyətlə məhsulun düsturu yoxdur. Məlum Alisiya ilə başlayır. Məhsul həmin sözlə başlaya bilməz. Yəni, burada cavab qalacaq A variantı. Baxaq 6-cı suala. 6-cı sualda, baxın, yenə də məlum keçmiş zamandadır. Məhsul da mütləq olaraq keçmiş zamanda olmalıdır. B-də məhsulun düsturu yoxdur. Məlumda həvəz yoxdur, biz həvəz götürə bilmərik. Dedik, məlum keçmişdir, A indikidir, bu da səhvdir. İndi qaldıq B variantı, yoxsa E variantı. Məlumu məhsula çevirərkən feildən sonraki hissə beautiful picture gəlməlidir cümlənin əvvəlinə. Amma burada studentlə başlayıb. Ona görə E səhvdir, burada da cavab qalır A variantı. Baxaq 7-ci sualda. 7-ci sualda, baxın, visit feilimiz indiki zamandadır. İndiki zamanda məhsulun düsturu əmizdə üstəgəl possible to olacaq. Deməli, A-da məhsulun düsturu yoxdur. B-də məlum the friend ilə başlayır. Məhsul həmin sözlə başlaya bilməz. Məhsul feildən sonraki hissə David ilə başlamalıydı. Məlum indiki zamandadır. Was keçmişdir. Məlumda həvəz yoxdur. Həvəz ola bilməz. Cavab burada qalır D variantı. Baxaq, deməli, 8-ci suala. Deməli, 8-ci sualda da həmçinin feil yedizdirmək feilimiz indiki zamandadır. Deməli, were keçmişdir. Məlumda həvəz yoxdur ki, həvəzlə götürə bilək. Deməli, baxın, bu məhsulun düsturu əmizə was və beginning üstəgəl P2 davam edici zamanda məhsulun düsturudur. Yəni, bu məlum növdə cümləmiz davam edici zamanda olmalıdır ki, biz onu bu düsturdan istifadə edək. Amma cümləmiz indiki zamandadır və indiki zamanda da məhsulun düsturu olur əmizə üstəgəl P2. Yəni, cavab qalır B variantı. Deməli, yenə də baxaq 9-cu suala. Baxın, 9-cu sualda da bir daha yenə də baxırıq. Bu məlum keçmiş zamandadır. Keçmiş zamanda məhsulun düsturu was üstəgəl P2 possible to. Deməli, bax, məlum zeyhantla başlayır. Məhsul həmin sözlə başlaya bilməz. Məlumda həvəz yoxdur, həvəz götürə bilmərik. Məlum keçmişdir, is indikidir. Əmizə was-dən sonra bin gəlməz. Cavab burada qalır D variantı. Baxaq burada 10-cu suala. Deməli,
10-cu sualda baxaq. Baxın, məlum Sofiya ilə başlayır. Məhsul həmin sözlə bir daha deyirəm, başlaya bilməz. Teach feilinin keçmiş zaman forması taatdır. Cümlə keçmişdədir. Burada is indikidir. Məlumda həvəz yoxdur. Həvəz götürə bilmərik. Is indiki zamandadır. Cavab qaldı Y variant. Keçmiş zamanda məhsulun düsturı. Vozvu üstəgəl P2. Baxın 11-ci sualda yenə də. 11-ci sualda bax drink içmək feilimiz. Feil indiki zamandadır. Ümumiyyətlə məlumda həvəz yoxdur. A getdi. B-də ümumiyyətlə məhsulun düsturu yoxdur. Məlumda həvəz yoxdur. Həvbin, həzbin götürə bilmərik. Bax, burada 2 dənə məhsulun düsturu var. C-də də var, sadəcə E-də də var. Sadəcə olaraq, məlum indiki zamanda olduğuna görə biz bunu keçmişdə məhsulun düsturundan götürə bilmərik. Yəni, ona görə cavab qalır E variantı. Baxırıq 13-cü suala. 13-cü sualda live feilinin keçmiş zaman forması leftdir. Məlum keçmiş zamandadır. Əmiza vuzvödən sonra bin gəlməz. Məlum zeqo ilə başlayır. Məhsul həmin sözlə neyləyə bilməz? Başlaya bilməz. Yəni, feildən sonraki hissə ilə başlamalıydı. Burada ona görə B də səhvdir. Məlumda həvəz yoxdur. Biz də burada həvəz götürə bilmərik. Məlum keçmiş zamandadır. A indiki zamanda. Deməli, burada cavab qaldı nədir? Y variantı. Məlum keçmişdə olduğuna görə burada da keçmişin düsturu vozvu üstəgəl P2 olur. Deməli, 13-cü suala baxaq. Baxın, burada məlum gələcək zamandadır. Gələcək zamanda məhsulun düsturu shall-be, will-be üstəgəl possible to olur. A-da shall-be, will-be yoxdur. B-də will-in B-si yoxdur. E-də will-in B-si yoxdur. Yəni, cavab B-də var, bir də D-də. Yenə də deyirəm, məlum Z ilə başlayır. Məhsul həmin sözdən başlaya bilməz. Dəyişmək feilindən sonraki hissəsi ilə başlamalıydı. Ona görə burada cavab qalır B variantı. Baxaq 14-cü testdə. Baxın, məlumat vermək feilimiz keçmiş zamandadır. Keçmiş zamanda məhsulun düsturu vozvu üstəgəl P2 olur. Məlumda həd yoxdur, həd götürə bilmərik. Əm indiki zamandadır. Əmiza vozvədən sonra bin gəlməz. Məlum hömesezlə başlayır. Məhsul həmin sözlə başlaya bilməz. Yəni, cavab burada qalır A variantı. Baxaq, burada deməli şeylər. 15-ci suala. 15-ci sualda deməli, baxaq yenə də məluma. Bu sel satmaq feilimiz indiki zamanda. İndiki zamanda məhsulun düsturu əmiza üstəgəl possible to olur. A-da məhsulun düsturu yoxdur. B-də əmiza yoxdur. D-də əmiza yoxdur. Y-də də əmiza yoxdur. Deməli, burada baxaq. A sold. Burada məhsulun düsturu var. Deməli, 16-cı suala baxaq. She put some pieces of cake on the table cümləsi. Keçmişi və indikisi eyni olan feillər var. Cut, cut, cut. Read, read, read. Put, put, put. Yəni, görürsünüz, burada şeydən sonra put gəlib. Deməli, bu feili heç qəbul etmədiyinə görə bu hansı zamandadır? Keçmişdədir. Keçmişdə də məhsulun düsturu necə olur? Vozvu üstəgəl possible to. Bax, A-da yoxdur. C-də əmiza vozvədən sonra bin gəlməz. D-də A indiki zamandadır. E-də də məhsulun düsturu yoxdur. Yəni, burada cavab qaldı B variantı. Vozvu üstəgəl P2. Həmsinin 17-ci testdə görsən, he-dən sonra read gəlib. Read, read, read. Keçmişi və indiki zamanı eyni olan feildir. Bax, he, she-dən sonra indiki zamanda 3-cü şəxsin təkində feillər nə qəbul etməlidir? S qəbul etməlidir. Burada S qəbul etmədiyinə görə keçmişdədir. Biz də bunu məhsul olaraq məlum bir məhsula çevirərkən vozvödən istifadə etməliyik. Bax, A-da vozvödən sonra bin gəlməz. B-də məhsulun düsturu yoxdur. C-də A indiki zamandadır. D variant doğrudur. E-də də məlumda həvəz yoxdur. Biz onu həvəzlə götürə bilmərik. Məsələn, indi baxın, 18-ci testdə məlum bitmiş zamandadır. Məhsula bunu çevirərkən nədən istifadə etməliyik? Həvbin və yaxud həzbin olmalıdır. Ona görə burada həvbin, həzbin hardadır? A variant. Bəzən uşaqlar şaşırır, burada hədbini götürür. Burada zaman fərqi var. Cümlə indiki bitmişdir. Amma hədbin isə keçmiş bitmişdir. Bəli, keçmiş bitmiş olsaydı biz keçmiş bitmişdən də götürə bilərdik. Ona görə cavab orada olur A variantı. Baxaq yenə də 19-cu suala. 19-cu sualda baxın, məlumda həv var. Yəni, məlum indiki bitmişdədir. Məhsula çevirərkən nədən istifadə etməliyik? Həvbin, həzbindən. E-də hədin bini yoxdur. D-də həvəz yoxdur. Məlumda həvdir. Hədlə götürə bilmərik. Zaman dəyişə bilmərik. İndiki bitmişdir, indiki bitmişdə də məhsulu götürməliyik. Həvin bini yoxdur. B də səhvdir. Orada cavab qalır A variantı. Baxaq 20-ci sualda. Baxın, 20-ci sualda baxın, look it hansı zamandadır? Keçmiş.
Keçmiş zamanda məhsulun düsturu necə olmalı? Vozvu üstəgəl P2. Bəli, A-da vozvu üstəgəl P2 var. Amma məlum nə ilə başlayır? V ilə. Məhsul həmin sözdən nə edə bilməzdir? Başlaya bilməzdir. Birinci halda A səhvdir. Məlumda həvəz yoxdur. Həvəzdən istifadə etmərik. Cavab C variantı. Əmizə vozvödən sonra bin gəlməz. Burada da A indiki zamanda. Bu indiki zamanda məhsulun düsturudur. Amma məlum hansı zamanda idi? Keçmiş zamanda. 21-ci testdə yenə də baxaq məluma. Baxın, decorated bəzəmək fiilimiz indiki zamanda. Voz üstəgəl P2 keçmiş zamanda məhsulun düsturu. Had bitmişdi. Həmçinin has da bitmişdi. Have da bitmişdi. Məlum axı indiki zamandadır. İndiki zamanda məhsulun düsturu əmizə üstəgəl P2 olmalıdır. Baxaq uşaqlar, deməli 22-ci suala. 22-ci sualda baxın, by feilinin keçmiş zaman forması bothdur. Keçmiş zamanda məhsulun düsturu vozvu ilə düzəlməlidir. Baxın, burada izlə düzəlib A-da, B-də məhsulun düsturu yoxdur. E-də məlumda həd yoxdur. Biz həd götürə bilmərik. Baxın, yenə də deyirəm. C ilə D variantında bax, was both, were both və yaxud was both. Hər ikisində məhsulun düsturu var. Amma məlumu məhsula çevirərkən bu both feildən sonraki hissə gəlməlidir cümlənin əvvəlinə. Amma buradan Z ilə başlayır. Məlumun başladığı mübtəda ilə məhsul başlaya bilməz. Ona görə cavab burada qalır D variantı. 23-cü suala. Baxın, bu took var. Took hansı zamandadır? Keçmiş. Keçmişdə məhsulun düsturu necə olur? Vozvu üstəgəl P2. B-də əmizah indiki zamandır. Məlumda həv yoxdur. Həvləri götürə bilmərik. Bunlar da getdi. İndi qaldıq A-dır, yoxsa D-dir. Məlum C ilə başlayır. Məhsul həmin sözlə başlaya bilməz. Yəni, cavab qaldı burada A variantı. Baxın, burada uşaqlar 24-cü testdə. 24-cü testdə, baxın, yenə də dəmic keçmiş zamandadır. Bu məhsul olaraq düsturu vozvu üstəgəl P2 olmalıdır. Yəni, cavab burada A-dır. Məlum zefaya ilə başlayır. Məhsul həmin sözdən başlaya bilməz. Burada bu səhvdir. Və baxaq, C variantına baxaq. C variantında isə, bax, görürsünüz, məlum dəmic dediyi keçmiş zamandadır. Həvbin əzbin bitmiş zamandadır. O zaman cəhətindən səhvdir. Məlum zefa ilə başlayır, məhsul həmin sözdən başlaya bilməz. Məlum keçmişdədir. Biz məhsul olaraq düsturu vozvu ilə götürməliyik, həvəzlə götürə bilmərik. 25-ci sualda, baxın, məlumda həz var. Onu məhsul növə çevirərkən, yəni cümlə bitmiş zamandadır. Onu məhsul növə çevirərkən həvbin həzbindən istifadə etməliyik. Bax, A-da həvbin həzbin yoxdur. B-də həv var, bini yoxdur. C variantımız doğru variantdır. Və Y-də də həvəz yoxdur. İndi D-də var. Məlum Z sövvətlə başlayır. Məhsul həmin sözdən başlaya bilməz. Feildən sonraki isə Olza Windows-la başlamalıdır. Bəzən uşaqlar sual verir ki, ay müəllim, axı məlumda həz var. Siz onu məhsula çevirərkən niyə həvdən istifadə edirik? Məlumu məhsula çevirərkən feildən sonraki gələn mübtəda gəlir cümlənin əvvəlinə. Cümlənin əvvəlində gələn mübtədamız cəm olduğuna görə o həv olur. Hə, bu Windows tək olsaydı o zaman həz ola bilərdi. Ona görə cavab orada olur C variantı. Baxın, yenə də məlum zefaya ilə başlayır və məlumda həz var. Bunun məhsul olaraq düsturu olmalıdır. Həvbin əzbin Y variantı. Bax, A-da, B-də, C-də həvəz yoxdur. D-də də məlum zefaya ilə başlayır. Məhsul həmin sözdən başlaya bilməz. Yəni, cavab qalır burada Y variantı. 27-də də. Bax, görürsünüz, məlumda həvəz var. Onu məhsula çevirərkən feildən sonraki hissə a huge plant gəldi cümlənin əvvəlinə. Bitki təkdə olduğuna görə bu həv ola bilməz axı. Mübtəda ilə xəbər uzlaşmalıdır. Mübtəda təkdirsə, onun xəbərdə tək olar. Hə, burada deyə bilərsiniz, müəllim, həv verib, bəli, Z-yə görə həv verib də, Z-də cəm olur da. Ona görə cavab burada olur A variantı. Yəni, məlumda həd yoxdur da götürə bilmərik. C-də ümumiyyətlə həvəz yoxdur. D-də həd götürə bilmərik. Y-də də həvəz yoxdur. Niyə həd götürə bilmərik? Çünki məlum indiki bitmişdədir. Həvəzdir. Amma həddən götürsə, o zaman keçmiş bitmiş olur. Baxaq 28-ci suala. 28-ci sualda. Baxın, yenə də use it hansı zamandadır? Keçmiş zamanda. Keçmiş zamanda məhsulun düsturu necə olur? Vozvu üstəgəl P2. Burada is indiki. Məlumda həd yoxdur. Həd götürə bilmərik. Həvəz götürə bilmərik. Ümumiyyətlə, E-də məhsulun düsturu yoxdur. Cavab D variantı. 29-da. Baxın, spent hansı zamanda? Keçmiş. Keçmişdə məhsulun düsturu necə olur? Vozvu üstəgəl P2. Bax, bir dənə vozvu harda var? Yalnız B variantında. Burada görürsünüz is indikidir.
Məlumda həz verib, burada da həzbin verib. Ümumiyyətlə burada məhsulun düsturu yoxdur. Biz həzi, hədi o halda götürürük ki, məlumda da həvəz olsun. Yəni məlum bitmiş zamanda olsa, onu məhsula çevirərkən bitmiş zamanda həvbin, həzbin üstəgəl P2-dən istifadə etməliyik. Deməli, baxaq 30-cu suala. 30-cu sualda, bax, məlumda həz var. Onun məhsul növə çevirərkən biz nədən istifadə etməliyik? Həvbin, həzbin. Bax, burada həvbin, həzbin yoxdur. Burada həzin bini yoxdur. Burada da həvbin, həzbin yoxdur. İndi burada biz qalırıq nə var? Deməli, A variantı var, yoxsa bir də Y variantı var. Bəli, məlumun müftədası məhsulda biz işlətmək üçün mütləq həmin sözün qarşısında bay sözünü gəlməlidir. Bax, burada da gəlib. Deməli, cavab burada Y-dir. Məlumda həzdir, amma burada məhsulu hədbinlə götürə bilmərik. Çünki məlum indiki bitmişdədir. Hədbin isə keçmiş bitmişdir. Yəni, cavab qalır Y variantı. Sonra yenə də 31-də məlumda will var. Onun məhsulu necə olmalıdır? Will be. Baxaq, will be burada harda var? Will be A-da var. Deməli, A-da var. B-də var, bir də E-də var. A-da məlum Z ilə başlayır, məhsul həmin sözdən başlaya bilməz. E-də də will be-dən sonra P2-si yoxdur. Bu olmalıdır burada expected. Yəni, baxın, burada məhsulun gələcək zamanda məhsulun düsturu var. Yəni, cavab burada qalır B variantı. Sonra baxaq, deməli, 32-ci testdən. Deməli, 32-ci testdə yenə də burada, bax, məlumda həz var. Onun məhsul olaraq çevirmək üçün biz nədən istifadə etməliyik? Həvdən, həvbindən, həzbindən. Bax, burada A-da həvbin bini yoxdur. B-də məlum Z edition initiative-lə başlayır. Məhsul həmin sözdən başlaya bilməz. C-də məlumda həvəz yoxdur. Məlumda həvəz var, onu məhsula çevirərkən həvdən, həzdən istifadə etməliyik. C-də yoxdur. Həmçinin D-də də yoxdur. Deməli, cavab qaldı burada Y. Baxın, bitmiş zamanda məhsulun nədir? Düsturu. Yenə də 33-də. Bax, məlumda həz var. Onu məhsul olaraq çevirmək üçün biz həvbin, həzbindən istifadə etməliyik. Bax, A-da həvəz yoxdur. B-də də yoxdur. C-də həzin bini yoxdur. Cavab qaldı D variantı. Həmçinin Y-də də həvəz yoxdur. Yəni, həvbin, həzbin yoxdur. Deməli, 34-cü testdə. 34-də. Baxın, burada make-in keçmiş zaman forması made-dir. Keçmiş zamanda məhsulun düsturu vozvu üstəgəl P2 olur. Burada A indiki zamanda. B-də is indiki zamanda. C-də ümumiyyətlə məhsulun düsturu yoxdur. D-də də məlumda həvəz yoxdur. Burada həvəzi götürə bilmərik. Cavab Y variantı. Bax, made keçmiş olduğuna görə burada da keçmiş zamanda məhsulun düsturu voz üstəgəl P2, cavab Y variantı. Deməli, indi baxaq inşallah 35-ci suala. Deməli, baxın, 35-ci sualda. Baxın, qeyddən sonra read gəlib. Yenə də deyirəm, keçmişi və indikisi eyni olan feillər. Read, read, read. 3 forması da eynidir. Deməli, burada qeyddən sonra gəlib S qəbul etməyib. S qəbul etməyibsə, bu keçmişdir. Keçmişdə məhsulun düsturu necə olur? Vozvu üstəgəl P2. E-də iz var. C-də məhsulun düsturu yoxdur. D-də də izdir, indiki zamanda. Bax, burada da məhsulun düsturu var. Burada da məhsulun düsturu var. İndi D niyə görə səhvdir? Məlum qeydlə başlayır. Məhsul həmin sözdən başlaya bilməz. Yəni, cavab burada qalır B variantı. İndi baxaq 36-ya. 36-da məlumda will var. Onun məhsul növü necə olmalı? Will be. A-da will be yoxdur. B-də də will be yoxdur. C-də də will be yoxdur. İndi var. D-də var, Y-də var. Məlum A ilə başlayır. Məhsul həmin sözdən başlaya bilər? Xeyr. Feildən sonraki hissə. Deməli, cavab qaldı nədir? Y variantı. 37-də məlumda will var. Onun məhsul növü necə olmalıdır? Will be və yaxud shall be. A-da willin B-si yoxdur. B-də willin B-si yoxdur. E-də willin B-si yoxdur. İndi burada C-də var, bir də Y-də. Məlum yenə də Z ilə başlayıb, məhsul həmin sözdən başlaya bilməz. Feildən sonraki hissə ilə başlamalı idi. Ona görə cavab qaldı C variantı. 38-ci testdə. Baxın, lost hansı zamandadır? Keçmiş. M indiki, A indiki, C-də məhsulun düsturu yox. Məlum A ilə başlayır. Məhsul həmin sözdən başlaya bilməz. Yəni, cavab qalır Y variantı. 39-a baxaq. Bax, burada asistant keçmiş zamanda. Keçmiş zamanda məhsulun düsturu vozvu üstəgəl P2. A səhvdir. B-də həvin bini yoxdur. C-də shall will götürə bilmərik. E-də ümumiyyətlə məhsulun düsturu yoxdur. Burada məhsulun düsturu voz üstəgəl P2. Bax, məlum da keçmiş zamanda olduğuna görə məhsul da nə olur? Keçmişdə. Cavab D variantı.
İndi baxaq 40-cı sualda. Baxın, clean it hansı zamandadır? Keçmiş. Keçmişdə məhsulun düsturu necə olur? Was və üstəgəl P2. A-da yoxdur, B-də yoxdur, C-də məhsulun düsturu yoxdur. Burada da is üstəgəl P2-dir. Is indiki zamandadır. Cavab qalır D variantı. Deməli, indi baxırıq 41-ci testə. Baxaq 41-də. 41-də baxın, yenə də məlum keçmişdir. Deməli, məhsul olaraq düsturu keçmiş zaman was və üstəgəl P2 olmalıdır. Məlum Z maisindən başlayır, məhsul əmri sözdən başlaya bilməz. Məlumda feil keçmişdir, is indikidir. Məlumda həvəz yoxdur, həvəz ola bilməz. Bunlar da getdi, cavab qaldı A variantı. Baxaq burada 42-ci suala. Məlumumuzda use it hansı zamanda? Keçmiş zamanda. Biz də bunu məhsul olaraq düsturu nədən istifadə etməliyik? Was və üstəgəl P2. Baxın, burada B səhvdir. Baxın, burada B səhvdir. Deməli, B səhvdir. C səhvdir, Y də səhvdir. Bəli, A-da düzdür. A-da məhsulun düsturu var. Was use it. Burada da var. Were use it. Amma məlum V ilə başlayır. Məhsul əmri sözdən başlaya bilməz. Ona görə burada cavab qalır. Yəni D variantı. Deməli, ustalar, bir daha 43-cü suala baxaq. Mütləq olaraq məlumu məhsula çevirərkən birinci məlum növə baxmaq lazımdır. Baxmaq lazımdır, məlum görməliyik hansı zamandadır, indikidir, keçmişdir, gələcəkdir, bitmişdir və yaxud davam edici zamandır. Və yaxud da cümlədə modal feillər işlənib işlənməməsinə. Baxın, məlum indi görsən keçmişdir. Keçmiş zamanda məhsulun düsturu was və ilə düzəlməlidir. Yəni, həvəzlə düzələ bilməz. Ona görə B variant, A variantımız səhvdir. Əmiza was və-dən sonra bin gələ bilməz. Look it hansı zamandadır? Keçmişdir. To be-nin indiki zaman forması əmizadır, keçmiş zaman forması was və-dir. Məlum keçmiş olduğuna görə sən izlə götürə bilməzsən. Məlumda da həvəz yoxdursa, həvəz də götürə bilmirik. Cavab qalır D variantı. 44-də use istifadə etmək feilimiz indiki zamanda. İndiki zamanda məhsulun düsturu əmiza üstəgəl P2, burada cavab budur. B-də məhsulun düsturu yoxdur. Əmiza was və-dən sonra bin gəlməz. Was used keçmişdir. Have been də bitmişdir. Yəni cavab qalır A variantı. 45-də məlumda have varsa, onun məhsul növü necə olmalıdır? Have been, has been. Have been, has been hansı variantdadır? Y variantı. 46-ya baxaq. Deməli, 46-da. Baxın, promised feilimiz keçmiş zamandadır. Keçmiş zamanda məhsulun düsturu was və üstəgəl P2 olmalıdır. Burada am indiki have ola bilməz, had ola bilməz. İndi baxın, burada C variantına baxaq. Baxın, C ilə D-yə baxın. C-də də burada was-dan sonra P2 gəlib, E-də də. Sadəcə olaraq burada cavab Y-dir. Niyə Y-dir? Burada obyekt var. Obyektin də qarşısında by sözünü neynəməlidir? Gəlməlidir. Gəlmədiyinə görə burada C variantı səhvdir. Cavab qalır nədir orada? Y variantı. İndi 47-ci suala baxalım. Deməli, 47-də. Baxaq, cooked keçmiş zaman. Keçmiş zamanda məhsulun düsturu was və üstəgəl P2 olur. A ola bilməz. Əmiza was və-dən sonra bin gələ bilməz. Məlumda had yoxdur, had götürə bilmərik. Məlum keçmiş zamandadır, izlə götürə bilmirik. Cavab B variantı. İndi yenə də baxaq 48-də. Bax, sent keçmişdir. Keçmiş zamanda məhsulun düsturu was və üstəgəl P2-dir. Deməli, əmiza was və-dən sonra bin gələ bilməz. A buna, B ona görə səhvdir. A indiki zamandadır. Bu məhsul olaraq səhvdir. Burada mini A əvəz etməlidir. Burada Z əvəz edə bilməz. Məlum keçmişdir. Əm indikidir. Ona görə cavab qalır A variantı. Deməli, yenə də 49-da. Baxın, show it hansı zamanda keçmiş. Keçmişdə məhsulun düsturu was və üstəgəl P2 olmalıdır. Yəni, burada cavab B-dir. Əm indiki, A indiki. Məlumda həvəz yoxdur, həvəz olmaz. Əmiza was və-dən sonra bin gəlməz. Deməli, baxırıq uşaqlar 50-ci suala. Və 50-ci sualda məlumda görüşürük. Expected keçmişdir. Keçmiş zamanda məhsulun düsturu was və üstəgəl P2 olmalıdır. Yəni, burada cavab olacaq D variantı. Deməli, baxın, məlumda had yoxdur, hadlə götürə bilmərik. B-də ümumiyyətlə məhsulun düsturu yoxdur. Məlum keçmişdir, iz indikidir. Əmiza was və-dən sonra bin gələ bilməz. Bəzən sual ola bilər ki, ay müəllim, axı məlum nicklə başlayır. Məhsul niyə nicklə başladı? Axı, siz deyirsiniz ki, məlum hansı sözdən başlayırsa, məhsul həmin sözdən başlaya bilməz. Bəli, başlaya bilməz. Burada görsən, onun məqsədi, cümlə onun məqsədi ilə başlayır. Söhbət kişi cinsi nickdən getdiyinə görə onun məqsədi. Amma nickin valideynləri ilə başlayırsaydı, o zaman götürə bilməzdi. Cavab qalır orada, bəli, D variantıdır. Look it hansı zamanda? Keçmiş. Keçmiş zamanda məhsulun düsturu was olmalıdır.
A-da vozvə yoxdur, C-də yoxdur, D-də yoxdur, E-də də əmiza vozvədən sonra bin gəlməz. Cavab B variantı. Keçən suala, deməli 52-ci suala. Deməli 52-ci sualda da yenə də kilin təmizləmək feilimiz indiki zamandadır. Məlumda həvəz yoxdur, olmaz. Məlum indiki zamanda vozvə olmaz. Deməli, məlum indiki sadə zamanda davam edici zaman formasında götürmək olmaz. Məlumda şəlvil yoxdur, şəlvili götürmək olmaz. Cavab qalır C variantı. Baxaq 53-cü testdə. Baxın, burada build biraz yaxşı görsənmir. Build keçmiş zamanda. Keçmiş zamanda məhsulun üstü vozvə olmalıdır. Vozvə də yalnız burada hansı variantdadır? D variantı. Baxaq indi 54-cü testdə. Deməli 54-cü testdə baxın, sentans zamanda keçmiş. Keçmiş zamanda məhsulun üstü necə olur? Vozvə. A-da vozvə yoxdur, C-də yoxdur, D-də yoxdur, Y-də də yoxdur. Cavab qaldı B variantı. Baxaq, washes yumaq feilimiz indiki zamanda. İndiki zamanda məhsulun üstü əmizə olmalıdır. Yalnız əmizə hardadır? D-də. Məlumda həvəz yoxdur. Biz həvbi nəzbin götürə bilmərik. A səhvdir, C səhvdir. Məlum indiki zamanda vozvə olmaz. Məlum indiki zamanda şəlvi olmaz. Cavab qalır, yəni D variantı. Baxaq burada 56-cı testdə. 56-cı testdə də yenə də teach dərs vermək feilimiz indiki zamanda. İndiki zamanda məhsulun düsturu əmiza üstəgəl P2 ilə düzəlməlidir. Yəni paspultu ilə burada da cavab qalır C variantı. Bax, budur məhsulun indiki zamanda məhsulun düsturu. 57-də baxın, məlumda həv var. Onun məhsul növü necə olmalıdır? Həvbi nəzbin. A-da həvbi nəzbin yoxdur. C-də həvbi nəzbin yoxdur. D-də həvbi nəzbin yoxdur. Y-də də yoxdur. Baxın, burada həvbin, həzbin openend cavab qaldı B variantı. İndi gəlin 58-ci testdə baxaq. Deməli 58-ci testdə yenə də baxın, grow feilimiz indiki zamanda. İndiki zamanda məhsulun düsturu əmiza üstəgəl P2. Yəni cavab burada B-dir. Voz keçmişdir. Məlumda həvəz yoxdur. Məlumda şəlvil yoxdur. Ümumiyyətlə E-də məhsulun düsturu yoxdur. 59-da brok keçmişdir. Keçmişdə məhsulun düsturu vozvə üstəgəl P2 olur. A variantı. Məlumda həvəz yoxdur. Götürə bilmərik. İz indiki zamana. Məlumda həvəz yoxdur. Həvəzi götürə bilmərik. Yəni məlum keçmişdə zamandadır. Bitmiş zamanda deyil ki, biz onu bitmişdə məhsulun düsturunu götürək. Və yaxud Y-də də məlum gələcəkdə deyir ki, biz onu gələcək zamanda məhsulun düsturu ilə götürək. Keçmişdə olduğuna görə keçmişdə də məhsulun düsturunu götürürük. Vozvə üstəgəl paspultu A variantı. 60-da məlumda həv varsa, onun məhsulunu necə olur? Həvbi nəzbin. A-da həvbi nəzbin yoxdur. Cavab B-dir. C-də də həvbi nəzbin yoxdur. D-də də həv var, bini yoxdur. Y-də də məlumda həvdir. Həzdirsə, o məhsullar çevrilərkən həvəzin özündən istifadə edilir. Yəni, həddən istifadə edə bilmərik. Hədd olsaydı, o başqa məsələ. Həddən istifadə edə bilərdik. Deməli, 61-ci sualda da yenə də bu ASCII hansı zaman keçmiş. Keçmişdə məhsulun düsturu vozvə üstəgəl P2 olmalıdır. Cavab A variantı. Məlum keçmiş davam edici zamanda deyil, axı biz bu davam edici zamanın düsturu ilə götürək məhsulu. Ona görə B səhvdir. B-ni götürməyəcək. İkinci tərəfdən A-da məlum keçmiş zamandadır. Əmiza indiki zamandadır. C ona görə səhvdir. D-də məhsulun düsturu yoxdur. Biz D-də məlumda hədd yoxdur. Həddlə götürə bilmərik. Məlum zetiçi ilə başlayır. Məhsul həmin sözlə başlaya bilməz. İndi gəldik, çıxdıq. Baxın. Deməli, uşaqlar, baxın, burada mas modal feili. İstəyir must olsun, can olsun, may olsun, have to olsun. Bunların məhsul olaraq düsturu must be üstəgəl nədir? Paspultu olmalıdır. Yəni, bu məhsulun düsturu, modal feillərin düsturu. Deməli, burada must yoxdur. Burada da var, BC yoxdur. Burada da must yoxdur. İndi must be üstəgəl paid burada var, həmçində burada var. İndi məlum you ilə başladığına görə məhsul həmin sözlə başlaya bilməz. Yəni, ona görə cavab qalır Y variantı. Deməli, indi baxaq onu sayılar 63-cü testdə. Deməli, 63-cü testdə də baxsaq, deməli, məlumda həz var. Onun məhsula çevrilərkən həvbi nəzmindən istifadə olur. A. Məlum helindən başlayır. Məhsul həmin sözlə başlaya bilməz. Burada həzin bini yoxdur. Ümumiyyətlə, D ilə Y-də də həvəz yoxdur. Ona görə, deməli, D ilə Y-də də həvəz yoxdur. Biz həvəzi nə edə bilmərik? Götürə bilmərik. Baxaq 64-cü testdə. 64-də məlumda həv var. Onun məhsulu və həvbi nəzbin olmalıdır. A-da həvəz yoxdur. B-də həvəz yoxdur.
Y-də həvəz yoxdur. İndi qalırıq C-də yoxsa D-də. Yenə də məlum hansı sözlə başlayıb? Göllə. Məhsul əmri sözdən başlaya bilməz. Feildən sonraki hissə, yəni diş izdən başlamalı idi. Ona görə cavab D variantı. 65-də, baxın, məlumda həz var. Onun məhsul olaraq düsturu həvbi nəzmin olmalıdır. Həvbi nəzmin yalnız hansı variantda var? Deməli, B variantı. İndi 66-cı testdə baxaq. Baxın, translate tərcümə etmək feilimiz indiki zamandadır. İndiki zamanda məhsulun düsturu əmizə ilə düzəlməlidir. Yəni, burada cavab qalır A variantı. B-də ümumiyyətlə məhsulun düsturu yoxdur. C-də məlum our people ilə başlayır. Məhsul əmri sözdən başlaya bilməz. D ilə Y-də də vozvölər də burada nədir? Keçmiş zamandadır. Deməli, cavab qalır A variantı. Deməli, baxarıq 67-ci testdə. Məlumda həz var. Bunun məhsul olaraq düsturu həvbi nəzmin olmalıdır. A-da həvbi nəzmin yoxdur. C-də həvbin bini yoxdur. E-də ümumiyyətlə əmizə vozvödən sonra bin gələ bilməz. Baxın, burada həzbin var, burada da həvbin var. Yenə də deyirəm, məlum baxın, Z studentlə başlayır. Məhsul əmri sözlə dediyi başlaya bilməz. Ona görə cavab qalır burada B variantı. Deməli, baxalım 68-ci testdə. 68-ci testimizdə deməli, baxaq məluma. Məlum produce feilimiz indiki zamanda. İndiki zamanda məhsulun düsturu əmizə üstə gəlib P2 olur. Burada cavab C-dir. Əmizə yalnız hansı variantda var? C-də var, bir də E-də. E-də isə əmizə vozvödən sonra isə bin gələ bilməz. Deməli, baxaq 69-da. Məlumumuz bitmiş zamandadır. Bitmiş zamanda məhsulun düsturu həvbin, həzmin və yaxud həvbin üstə gəlib possible to olmalıdır. Bax, indiki bitmişdə olduğuna görə həvbin, həzmin olmalıdır. Həvbin, həzmin üstə gəlib P2 də hardadır? Burada Y variantı. Baxaq 70-ci sualda. Deməli, məlumda həz var. Bunu məhsula çevirərkən həvbin, həzbindən istifadə edilməlidir. A-da yoxdur, B-də yoxdur, C-də yoxdur. Cavab D variantıdır. Y-də var, amma Y-də zaman fərqi var. Məlumda həzdir, amma burada hədbin verib. Ona görə olmaz. İndiki bitmişdi, məlum, amma burada verib keçmiş bitmişdə. Deməli, 71-ci testdə bring feilinin keçmiş zaman forması broughtdur, bu keçmişdir. İz indikidir. B-də məhsulun düsturu yox. Məlum his parentlə başlayır. Məhsul əmri sözlə başlaya bilməz. Məlumda həvəz yoxdur. Həvəz götürə bilmərik. Cavab qalır Y variantı. Baxın, yenə də məlumumuz left və yaxud hansı zamanda? Keçmiş zamanda. Keçmiş zamanda məhsulun düsturu vozvö ilə düzəlməlidir. Ümumiyyətlə, əmizə vozvödən sonra bin gəlməz. Burada indiki zamanda məlumda həvəz yoxdur. Həvəz götürə bilmərik. İndi qaldıq C-dir, yoxsa Y-dir? Cavab Y-dir. Məlum A ilə başlayır, məhsul həmin sözdən başlaya bilməz. Baxağın 73-cü suala. Deməli, 73-cü sual da baxaq. Məlumumuz keçmişdir. Keçmiş zamanda məhsulun düsturu vozvö olmalıdır. Burada bütün variantlar A, yəni D variantı səhvdir. Y-də məlum Z ilə başlayır. Məhsul həmin sözdən başlaya bilməz. İndi B ilə yenə də deyirəm, C-nin fərqinə baxaq. Hər ikisində məhsulun düsturu var, doğru. Amma C-də burada obyekt var. Obyektin qarşısına bay sözünü gəlməlidir, yoxdur. Ona görə cavab B variantı. 74-də baxın, məlum keçmişdir. Keçmişdə məhsulun düsturu vozvö olmalıdır. A-da yoxdur, C-də yoxdur, D-də yoxdur. E-də əmizə vozvödən sonra bin gəlməz. Cavab burada qalır, yəni B variantı. 75-də baxın, collected feilimiz keçmişdir. Keçmiş zamanda məhsulun düsturu vozvö olmalıdır. Məlum normanla başlayır. Məhsul həmin sözdən başlaya bilməz. Məlumda həvəz yoxdur. Sən onu həvəzlə götürə bilməzsən. Burada cavab C-dir. Məlum keçmiş zamandadır. A indikidir. Əmizə vozvödən sonra bin gəlməz. Yəni cavab qalır C variantı. Deməli, 76-cı testə baxalım. Have done. Məlumda həvəz var. Onun məhsul növü həvbin, əzbin olmalıdır. Məlum Z ilə başlayır. Məhsul həmin sözdən başlaya bilməz. Məlumda həvəz indiki bitmişdir. Burada keçmiş bitmişdir. Deməli, burada baxaq, cavab burada C-dir. Məlumda həvəz olduğuna görə da biz bunu vozvö ilə götürə bilmərik. Baxırıq 77-ci testdə. Məlumda yenə də həz var. Onun məhsul növü həvbin, əzbin olmalıdır. Cavab burada A-dır. Məlumu məhsula çevirərkən feildən sonraki hissə gəlməlidir cümlənin əvvəlinə. Məlum Z-tiçi ilə başlayır. Məhsul həmin sözlə başlaya bilməz. Məlum bitmiş zamandadır. Sən bunu keçmiş zamandan götürə bilməzsən. Sonra, deməli, D variantına baxaq. Məlumda həvəzdir. Biz onu keçmiş bitmişlə hədlə götürə bilmərik. Ümumiyyətlə, bu E-də də həzin bini yoxdur.
78-də baxın, produce hansı zamandadır? Keçmiş. Keçmiş zamanda məhsulun üstü necə olur? Was üstəgəl P2. A-da yoxdur. B-də məlum Z ilə başlayır. Məhsul əmr sözlə başlaya bilməz. C-də məlumda həvəz yoxdur. Biz həvəz götürə bilmərik. Məlumu məhsula çevirərkən feildən sonraki hissə ilə a lot of cottondan başlamalıdır. Ona görə burada cavab qalır Y variantı. Təkcə çay ilə içindən yox. 79-da məlumda will varsa onun məhsulunun növü will be olmalıdır. Will be-dən sonra P2-si yoxdur. Send indiki zamandadır. Olmaz. Cavab B variantıdır. C-də will'in B-si yoxdur. D-də will'in B-si yoxdur. Burada da obyektin qarşısına by sözünü gəlməlidir. Yəni cavab qalır A variantı. 80-da məlumda həvəz varsa onun məhsulunu have been has been olur. A-da yoxdur, B-də yoxdur, E-də yoxdur. D variantıdır. Burada da had beendir. Məlum isə indiki bitmişdir. Biz onu keçmişlə götürə bilmərik. Deməli 81-ci sualda məlum yenə də the addition ilə shift-lə başlayıb və məlumda has var. Onu biz məhsul növə çevirərkən have been has been-dən istifadə etməliyik. Yəni burada görürsüz A-da həvəz yoxdur. Məlum the addition ilə shift-lə başlayır. Məhsul əmr sözlə başlaya bilməz. C variantı doğrudur. D-də həvəz yoxdur. E-də də have been yoxdur. İndi baxaq 82-ci suala. Deməli 82-ci suala baxın uşaqlar. Baxın bu məhsul görsən məlum indiki davam edici zamanda. Davam edici zamanda məhsulun üstü əmizə biqnin müstəqəl P2 olmalıdır. Baxın burada bunun biqni yoxdur. Yəni bu düstur yoxdur. Keçmiş zamanda, indiki zamanda məhsulun üstü əmizə biqnin müstəqəl P2 olmalıdır. Yəni bu da yalnız hansı variantda? Y variantında. Burada cavab olur Y variantı. Baxın indi 83-cü testdə. Should modal feili. Bunu məhsula çevirərkən should be üstəgəl P2 olmalıdır. Should be bir dənə hardadır burada? C variantı. Sonra 84-də must modal feili var. Bunu məhsul olaraq çevirmək üçün must be üstəgəl P2 olmalıdır. Burada must be burada var, burada da var. Amma burada finish indiki zamandadır. P2-si yoxdur. Ona görə cavab qalır C variantı. Və yaxud 85-də də həmsinin. Baxın burada must var. Onun modal feil olması üçün must be olmalıdır. Bax A-da yoxdur, B-də yoxdur, C-də yoxdur, D ilə Y-də var. Amma cavab burada D-dir. Məlum V ilə başlayır, məhsul əmr sözdən başlaya bilməz. 86-cı testdə. Bax yenə də should modal feilidir. Bunun məhsul olaraq düsturu should be olmalıdır. Should be bir dənə hardadır? Burada D-dədir. Cavab qalır Y variantı. Deməli baxaq buradan uşaqlar 87-ci testdə. 87-ci testdə baxın. Məlumda has var. Onun məhsulunu necə olmalıdır? Have been has been. Have been has been bir dənə yalnız hansı variantda var? A variantında. Bəli, burada da had been var. Had been keçmiş bitmiş zaman formasında. Amma məlum indiki bitmişdədir axı. Ona görə biz bunu keçmişlə götürə bilmərik. C-də də has'ın bini yoxdur. Sonra 88-ci testdə. Mid feilinin keçmiş zaman forması met. Cümlə keçmişdədir. Keçmişdə məhsulun düsturu was be ilə olmalıdır. A-da əmizə was be-dən sonra bin gəlməz. C-də məlumda həvəz yoxdur, götürə bilmərik. Y-də məlum V ilə başlayır, məhsul əmr sözdən başlaya bilməz. Deməli, cavab qalır B-dir yoxsa C variant. Baxın, hər ikisində was be-dən sonra P2-si var. Burada diqqətli olun, obyektlərin qarşısına by sözünü gəlməlidir. Burada gəlmədiyinə görə səhvdir. Cavab C variantı. 89-da, baxın, məlumda will var. Onun məhsul növə çevirərkən will be-dən istifadə etməliyik. Cavab A variantı. B-də willin B-si yoxdur. C-də məlum Z ilə başlayır, məhsul əmr sözdən başlaya bilməz. Y-də ümumiyyətlə will yoxdur. D-də də burada obyekt var, qarşısında by gəlməyib. Ona görə bu da səhvdir, cavab qalır A variantı. İndi baxaq 90-cı suala. 90-cı sualda bir şeydə yadınızda saxlanırsalar. Əgər məlum təsdiqdirsə, məhsul da təsdiq olur. Məlum inkardırsa, məhsul da nə olur? İnkar olmalıdır. Əmizə was be-dən sonra bin gəlməz. Baxın, məlumda did not axı inkardır. B variantı məhsul təsdiqdir. C variantında were not inkar, no inkar, bir sadə cümlədə iki inkar olmaz. Deməli, burada cavab D variantıdır. Y-də məlum zemini icrlə başlayır, məhsul da həmin sözdən başlaya bilməz. Sonra 90, deməli neçədir? 92. Deməli 92-ci testdə də baxaq. 92-ci testdə məlumda yenə də will var. Onun məhsul növə çevirərkən will be-dən istifadə etməliyik. A-da willin B-si yoxdur. B-də will be yoxdur. C-də məlum Z ilə başlayır. Məhsul əmr sözdən başlaya bilməz.
Bu C-də səhvdir. Burada cavab B-dir. Y-də səhv nədir? Yenə də burada obyektin bayı olmalıdır. Olmadığına görə bu da səhvdir. Cavab qalır B variantı. 93-cü testdə baxın, bod keçmişdir. Keçmiş zamanda məhsulun düsturu vozvu üstəgəl P2 olmalıdır. B-də əmiza vozvudan sonra bin gəlməz. Məlum keçmişdir, vili götürə bilmərik. Məlum keçmişdir, izi götürə bilmərik. Cavab burada Y-dir. Burada da yenə də zen var, obyektin qarşısına bay sözünü gəlməlidir. Bax, görürsünüz, danlamaq feilimiz keçmiş zamandadır. Keçmiş zamanda məhsulun düsturu vozvu ilə olmalıdır. Yalnız burada vozvu hansı variantda var? C variantında. 95-ci testə baxaq. Məlumda yenə də baxın, burada həv var. Onun məhsul növü necə olmalıdır? Həvbin həzbin. Həvbin həzbin yalnız hansı variantdadır? C variantında. Bir də Y variantı. Burada obyekt var Y-də. Bay sözünü gəlməlidir. Gəlmədiyinə görə o cümlə səhvdir. Deməli, indi 96-da. 96-da rot hansı zamanda? Keçmiş zamanda. Keçmiş zamanda məhsulun düsturu necə olmalıdır? Vozvu ilə olmalıdır. Baxın, burada A-da yoxdur, B-də yoxdur, C-də yoxdur. İndi burada Y-də var, bir də var, A-da var. Bax, burada görsən, obyektin qarşısında bay sözünü gəlib, amma burada gəlməyib. Deməli, burada cavab qalır A variantı. 97-də məlum indiki zamandadır. Məlumda şərvil yoxdur. A-nı götürə bilmərik. Vozvu burada keçmişdir. Məlumda ümumiyyətlə həvəz yoxdur. Həvəz götürə bilmərik. Cavab burada C-dir. Y-də də obyektin qarşısında bay sözünü gəlməlidir. PDF biraz o qədər də yaxşı deyil. Bəzən testlər yaxşı görsənmir. Deməli, 98-ci testə baxın. Deməli, 98-ci testdə görürük uşaqlar. Bax, A-dan sonra ayıncılı feil. Yəni, cümlə indiki davam edici zamanda. Davam edici zamanda məhsulun düsturu, bax burada, mütləq bir English əlavə olaraq gəlməlidir. Gəlməzsə o cümlələr nədir? Səhvdir. Yəni, ona görə cavab burada olur A variantı. Və D-də də var. Sadəcə o D-də məlum doktor ilə başlayır, məhsul həmin sözlə başlaya bilməz. Baxın, yenə də həmin sual təşkil olur. Bax, görürsən, cümlə indiki davam edici. Davam edici zamanda məhsulun düsturu əmiza binning üstəgəl P2 olmalıdır. Yəni, bu da cavab burada qalır. Y variantı. Baxaq 100-cü testdə. 100-cü testdə məlumda vil varsa, onun məhsul növü vil 1 üstəgəl P2 olur. A-da vil yoxdur. B-də vilin B-si yoxdur. D-də vil yoxdur. Qaldıq burada biz. C-dir yoxsa E-dir. Məlum hansı sözdən başlayır? Görsən, məhsul da həmin sözdən nə edə bilməz? Başlaya bilməz. Cavab qalır Y variantı. İnşallah hər bir üçün faydalı olar. İnşallah, yəni 100-dən sonrakı gələn dərslərdə izah eləyəcək. Hələlik bu qədər. Sağ olun.